Əsas fəlsəfə buradan başlayır. Allah Teala bizə bir həyat tərzi öyrədir burada. Bir mənəviyyat, bir hikmət və bir psixologiya. Hamısı içindədir. Buyurur və asa ən təkrahu şeyən və huvə xayrun lakum. Deyir, çox olar. Yəni belə şeylər çox qabağa gələr. Ən təkrahu şeyən. Sizin bir şeydən acığınız gələr və huvə xayrun lakum. Halbuki o sizin xeyrinizədir. Yəni sizin acığınız gələr. Deyirsiniz, istəmirəm. Dua eləyərsiniz ki, məsələn, filan şey olmasın. Acığınız gəlir olmasın, amma bilmirsən ki, onun olmağı sənin xeyrinədir. İnsan, bəşəriyyət ilk gündən çox şeyləri xoşlamır ki, onun xeyrinədir. Hansımız məktəbə getməyi xoşlamışıq? O məktəbə getmək lazım idi. Hansımız vaxtında yatmağı xoşlamışıq? Amma inkişafımız üçün bədənimizin fiziki, normal, sağlam hormonların inkişafı üçün o lazım idi. Vaxtında yatasan, vaxtında durasan. Davamında onun əksini də buyurur. Və əsa ən tuhibbu şeyən. Və çox şeydə var ki, siz onu sevirsiniz. Amma o sizin zərərinizədir. Və hava şərrun lakum. O sizə şərdir. Həyatın bütün sahələrində belədir. Şirniyyatı sevirsən, şəkərin var, sevirsən amma istəyirsən, sənə şərdir. Olmaz.